Dövrə vəsaiti ilə bağlı iki əsas başlıqda şey görəcəyik, siyasət görəcəyik. İki başlıq verirəm. Bir, Working Capital Financing Policy. İki, Working Capital Investment Policy. Working Capital Financing Policy deyir ki, mənə pul lazımdır, necə tapım, hardan tapım. Working Capital Investment Policy deyir ki, pulu tapmışam, necə yatırım eləyim. Bir daha deyirəm. Working Capital Financing və Working Capital Investment. Hər ikisi ayrı-ayrı başlıqlardadır. Working Capital Financing Policy deyir ki, mənə pul lazımdır, hardan tapım. Investment Policy deyir ki, pulu tapmışam, necə yatırım eləyim. Oxşarlıqları çoxdur. Working Capital Financing Policy deyir ki, sənə 3 tip yanaşma verirəm. Working Capital'ın nədən ibarətdir? Cari aktiv və cari öhdəlik. Sən cari öhdəliyini cari aktivlə maliyyələşdirməyə çalışırsan. Çox hallarda. Working Capital'ın Financing Policy bizə nə deyir? 3 başlıqda özünə yanaşma seçə bilərsən. 1. Aggressive. 2. Conservative. 3. Matching. Söz səhv yazdım. Aggressive yanaşma daha çox riskli menecer yanaşmasıdır. Necə eləyir? Deyir, mən burada working capital'da nə etməyə çalışıram? Cari aktivlərimi düzgün maliyyələşdirməyə çalışıram. Burada maliyyələşdirilən element cari aktivlərdir. Və yadıma salır ki, bu cari aktivlər fluctuating da ola bilər, permanent da ola bilər. Nümunə verirəm. Bunu dərslərdən belə nümunəni verəndə, bu nümunəni verəndə tam aydın olur. Marketə gedirsən, baxırsan ki, marketdə daimi olaraq elektronika mağazası deyək ki, daimi olaraq həmişə orada bir mouse var, yəni satılır. Baxırsan ki, və yaxud da telefon mağazası fərq eləməz. O telefon daim oradadır. Elə bilirsən ki, o telefon heç vaxt satılmayıb. Əslində nədir? O telefon satılır, yenisi qoyulur yerinə, satılır, yenisi qoyulur yerinə. Onda mağaza burada deyir ki, baxmayaraq ki, mən bunu daimi satıram, həmişə yenilədiyim üçün cari aktiv olsa da, cari aktiv nədir? Bir maliyyə dövr ərzində satışını nəzərdə tutduğum. Deməli, burada mənim current assetlərim iki hissəyə bölünəcək. Bir, permanent. 2, fluctuating. Permanentlər həmişə satılsa da daimi olaraq orada qalandır. Yəni, telefon mağazasının daim rəflərdə olan, vitrində olan, məsələn, bir 10.000 manatlıq telefonu olur. Ərzaq mağazasının daim rəfdə olan, nə bilim, 300 manatlıq su, şirniyyat və s. məbləğlər olur. Şərt deyil ha ki, bir dənə spesifik üzərini işarələdiyimiz su daim orada qalır. Yox. Köhnə satılanda təzəsi yerinə qoyulur. Yəni, həmişə orada bir 300 minlik mal var. Nəticə etibarilə, cari aktiv olsa da, daim yenilənsə də, o pul oradan heç vaxt qopmur. O pul sanki həmişə orada qalır. Deməli, permanent assetlərimiz cari aktiv olsa da, yəni söhbət current assetdən gedir. Cari aktiv olsa da, daimi satılıb yenilənən məhsullardır. Fluctuating isə, məsələn, bayram aylarında deyək ki, telefonların sayı biraz artır ki, çox satışa ehtimal verərək. Ərzaq məhsullarının sayı biraz artır. Yəni, çox tədarük eləyirəm ki, alıcı gələndə əli boş qayıtmasın. Bayramdan sonra biraz rəqəmlər aşağı düşür. Deməli, əgər current assetlərə baxsaq, mən şərti deyək, daimi olaraq deməli, vitrinlərimdə 100 minlik mal saxlayıramsa və bəzi hallarda bu rəqəm olur 120, 150 və s. Bunun
20 və 50 rəqəmləri fluctuatingdir, 100 isə permanentdir, daimi hissəsidir. İndi nəyə əlaqələndirəcəyik bunu? Aqressiv yanaşma deyir ki, sən cari aktivlərini üzərinə risk götür. Sən deyirsən ki, axı bu permanentdir. Mən bu pulu heç vaxt demək olar ki, satmıram. Yəni o su daim satılsa da pulu heç vaxt tam dirilmir. Yəni o 300 minlik inventarı tam heç vaxt pula çevirməyəcəm. Aqressiv yanaşma nədir? Risk götürən investor menecer yanaşmasıdır. Deyir ki, həmin o aqressiv yanaşmanı seçmisənsə, cari aktivlərini qısa müddətli öhdəliklə maliyyələşdirmişsən deməli. Maliyyələşdirmisən deməli. Yəni sən o qədər risk götürdün ki, bu məhsulun satıla bilməmək ehtimalını da nəzərə alıb, buna baxmadın. Nəzərə almadan getdin yenə də qısa müddətli öhdəlik götürdün. Sual verə bilərsən ki, bəs yaxşı bu məndə nə risk yaradır? Yaratdığı risk odur ki, sabahsı günü o inventar həmişə orada qaldığı üçün, heç vaxt satılmadığı üçün. Nə məndə heç vaxt? Yəni heç vaxt tam sıfırlanmadığı üçün. Sən bankın pulunu qaytarmalı olacaqsan. Bunu necə eləyəcəksən? O sənin qarşında duran əsas sualdır. Bəs növbəti sual, niyə investor belə bir risk götürsün? Cavab, axı qısa müddətli kredit daha ucuzdur. Time value of money-yə görə period çoxaldıqca risk çoxalır. Risk çoxaldıqca borc verən bizim riskimizi kompensasiya eləmək üçün return expectation'ını, yəni faizini də artırır. Başqa sözlə, mən nə qədər uzun müddətə kredit götürsəm, normal bazarlarda kreditin müddəti artdıqca faizi də artır. Əlavə faiz mənfəətimə yük deməkdir. Yəni, aqressiv yanaşma, qısa müddətli krediti seçərək daha ucuz maliyyələşmə tapır, daha ucuz maliyyələşmə mənfəətimizi daha az təsirləndirir. Yəni, profitable yanaşmadır. Qısacası, konservativ yanaşmada biz current assetlərimizi daha çox short termlə maliyyələşdirməyə can atırıq. Konservativ yanaşma, eşitmirsən yəqin ki, biraz qoruyucu yanaşmadır da burada ehtiyatlı menecer yanaşmasıdır. Deyir ki, qoy mən fluctuatingə də biraz ehtiyat eləyim. Nə olar, nə olmaz. Birdən onları da gec sataram. Öhdəliklərini mümkün qədər uzun müddətə götürür. Yəni qısa müddətli cari aktivləri mümkün qədər uzun müddətli borcla maliyyələşdirməyə çalışır. Bəs yaxşı, bunun bizə faydası nədir? Riskimiz azdır, yəni bank gəlib bizi çox da sıxışdırmayacaq, çünki uzun müddətədir. Asta-asta qaytaracağıq. Amma müddət uzandıqca faizi də çoxaldığı üçün bu bizə əlavə mənfəətə yük yaratdı. Mənfəətimizi aşağı salır. Matchingdə isə deyir mümkün qədər çalış. Permanent assetləri long termlə, fluctuating hissəni short termlə maliyyələşdir. Mümkün qədər bunları match elə. Bu ikisinin ortalaması deyə bilərik. Yekunlaşdırsaq, aqressiv yanaşma risk sevən menecer yanaşmasıdır. Risklidir, amma profiti də yuxarıdır. Konservativ yanaşma ehtiyatlı menecer yanaşmasıdır. Riski aşağıdır, mənfəəti də aşağıdır. Matching yanaşması financing policy'də riski nisbətən ortadır, mənfəəti də nisbətən ortadır. Bu financing policy'dir. İndi keçək investing policy. Investing policy deyir ki, mən pulumu necə yatırım eləyim? Əgər tapdığım pulu daha çox qısa müddətli, daha doğrusu, current assetlərə, current assetlərin permanent hissələrinə fokuslanmışamsa, investing hissədə, daha çox current assetlərimə fokuslanmışamsa, deməli bu konservativ yanaşmadır. Konservativ yanaşma bilirsən nə deyir investing policy'də? Deyir ki, bax, mənim əsas işim nədir? Qarşımda duran öhdəlikləri qarşılayıb mənfəət qazanmaq. Əgər mən pulu tapıb yatırım eləmək istəyirəmsə, yatırım dediyim current assetlərimlə nəzərdə tuturam. Mən nə edə bilərəm? Əlimdə olan pulu ya gedib borclarımı bağlaya bilərəm, trade payable-dan gedir söhbət. Ya da gedib inventar ala bilərəm. Mən bunları niyə eləyirəm? 3 dənə element var qarşımda. Inventar, receivable, payable. Cari aktivlərimin çox olmağı nə deməkdir? Receivable-ım, inventarım çoxdur. Yəni mən
Müştəri gələndə məndən narazı getməməsi üçün inventarımı tamı tamına balanslaşdırmışam, mümkün qədər çox eləmişəm. Receivable-ımda müştəri məndən inciməməsi üçün kredit şərtlərimi maksimum yüngül eləmişəm. Yəni müştəri çox gec ödəyir və ya daha yüngül şərtlərlə ödəyir. Bu mənim cari aktivlərimi çoxaltdı. Cari aktivlərimi çoxaltmağım nə deməkdir? Sabahsı günü qarşımda bir məsuliyyət dayananda mən bunları daha rahat qarşılaya biləcəm. Deməli, konservativ yanaşmada cari aktivlərimiz cari öhdəliklərimizə nisbətdə daha çoxdur. Yəni inventarla receivable-ı daha çox götürürük. Eləcə də deyirəm əlimdə biraz pul var, qoy aparım, amanın bir günüdür. Aparım təchizatçının borcunu qaytarım. Birdən də ödənişin vaxtı çatında qaytara bilmərəm, sonra məndən inciyər. Sonra məhsulu mənə baha satar, endirim verməz, mənim məhsullarımı gecikdirər və s. Yəni ehtiyatlı adam yanaşmasıdır da belə deyək. Aparı təchizatçının pulunu daha tez ödəyir. İndi gəl aqressiv yanaşmaya baxaq. Aqressiv yanaşma deyir ki, müştəri gələr, tələb eləyər məndən, deyərəm eybi yox, biraz gözlə, 2 günə sənin məhsulunu gətizdirəcəm. İnventarı çox, həddən artıq çoxaltmamışam. Receivable, müştərini mümkün qədər sıxışdırıram. Yəni 60 gün ödəyə bilərdisə 45 günə sıxışdırıram. Nə bilim, biraz şərtləri nisbətən ağırlaşdırıram. Yəni aqressiv yanaşma eləyirəm. Eləcə də payable-ı mümkün qədər ləngidirəm. Payable ləngitmək nə deməkdir? Alacağımı tez toplamışam. Əlimdə pul olsa da çalışıram ki, çoxlu satış eləyim. Təchizatçıya deyirəm ki, biraz gözlə sənin pulunu sonra verəcəm. Sonra verəcəm, biraz proses uzanır. Yəni aqressiv yanaşmada receivable və inventar mümkün qədər az, payable mümkün qədər çox. Payable-ın çox olmağı nə deməkdir? Pulum cibimdə qalıb. Pulumun cibində qalmağı nə deməkdir? Mənim əlavə maliyyələşməyə ehtiyacım qalmayıb. Yəni kredit yüküm yaranmayıb. Və burada təbii ki, bizim cash conversion cycle elementlərimiz köməyimizə çatır. Hər ehtimala gəl cash conversion cycle-a nümunə kimi baxaq, tam birəbir bizə aydın olacaq. Görək, cash conversion cycle bizə nə deyir? Ekranda gördüyümüz rəqəmlər təsadüfi rəqəmlərdir. Biznesin current assetləri, current liability'si var və dövr ərzində belə bir satış reallaşıb. Hesablayaq inventory days. Bəzən buna stock days də deyirik. Hesablanması. Fərqli hesablamaları var, amma Financial Management syllabusunda bu kifayətdir. İnventar, dövrün sonundalı inventar, bölünsün cost of goods sold, vurulsun 365. Yəni 51 hardan alınıb? 700 bölündü 5000, vurduq 365. Hamısını izah eləyəcəm. Mənası nədir? Receivable days və ya debitor days. Receivable bölünsün sales, vurulsun 365. Bu da oldu 68. Yəni 1500 bölünsün 8000, vurulsun 365. 365 ilin günlərinin sayıdır. Normal, aydın məsələ. Payable days və ya creditor days. Dövrün sonunda olan trade payable bölünsün cost of goods sold, vurulsun 365. Bəzi məsələlərdə credit purchase verər. Əgər credit purchase verilərsə, onda credit purchase üzərindən hesablayarıq. Əgər yox, hesablayacağıq cost of goods sold üzərindən. Çox nadir hallarda credit purchase verər, amma yenə də versə nəzərimizdə olsun. Və eləcə də bu rəqəmlərin məntiqi ondan ibarətdir ki, mən totalda hamısına oxşar yanaşma tətbiq edeyim. Yəni, average-dən hesablayıramsa, hamısını average-dən hesablayayım. Burada 1 il verdiyinə görə average-ə toxunmuruq hələ ki. Bu rəqəmlər mənə nə deyir? Receivable günlərim 68, inventar günlərim 51, payable günlərim
O 139. Və sonra gəlir bizdə cash conversion cycle. Rəqəmləri biraz dəyişim. Bu 700 olsun. 1300. Yəni, indi bu dəfə rəqəmlərimiz dəyişdi. Çünki rəqəmi dəyişdim. Gəl görək bu rəqəmlər nədir? Vizual görüntüsünə baxaq, əsas məsələ. Mən məhsulu alandan sonra inventardan gedir söhbət. 95 günə onu satıram. 68 günə pulunu toplayıram. Yəni 173 gün məhsulun pula çevrilməsi üçün vaxt tələb olundu. Amma borc sahibi məndən pulunu 139 günə istəyir. Deməli, mən ortada olan bax bu periodda, yəni 25 gün özüm pul axtarıram. Əlimdə olan pulun hamısını təchizatçıya vermişəm. Gəl bu günləri bir-bir analiz eləyək. Başlayıram receivable-dayız, 68. Burada xüsusi qeyd. Burada yazılan günlər il ərzindəki ortalamanı göstərir. Hətta ilin sonundakı rəqəmi göstərir. Heç bir halda il ərzindəki trendi bizə vermir. Bu 68 nə deməkdir? Mən orta hesabla, 3 dənə bir-birinə oxşar cümlə deyirəm. Orta hesabla hər 68 gündən bir 1500 manatlıq alacağımı yığıram. Və ya hər deməli 1500 manatlıq alacağımı yığmaq mənim 68 günümü alacaq və ya müştəriyə ödəniş üçün 68 gün möhlət vermişəm. Bir-birinə çox oxşar datalardır, amma interpretasiyası fərqlidir. Necə? Təsəvvür eləyək ki, müştəri bizə gəlib, rəqib şirkətlə bizi müqayisə eləməyə çalışır. Deyir ki, rəqib şirkət alacaqları məndən 60 günə yığır. Mən deyirəm, lap əla. Axı, mən sənə 68 gün möhlət vermişəm. Mənim şərtlərim daha yüngüldür. Eyni zamanda bankdan kredit götürməyə gedirəm. Bank deyir ki, kreditin ödəniş müddəti 60 gündən birdir. Dərhal deyirəm ki, yox, əgər əlavə bir mənbəyim yoxdursa, mən pulumu 68 gündən bir toplayıram. Axı, mən sizin pulunuzu verə bilməyəcəm. Gəl onu 70 gün eləyək. Həm də bu 68 gün mənim pulum yoxdur. 68 gün pulsuz qalmışam. Deməli, bank kreditinə ehtiyacım yarana bilər. Gəlirəm inventory days. 95 gündən danışaq. 95 gün mənə nə deyir? Orta hesabla hər 95 gündən bir mən 1300 manatlıq mal satıram. Və ya 1300 manatlıq malı satmaq 95 günüm alacaq. Və ya ambarımda olan məhsul mənə 95 gün kifayət eləyəcək. Bu, hansı məntiqlərdən bizə kifayətdir? Məsələn, ambarımda olan məhsul mənə 95 gün kifayətdir. O deməkdir ki, əgər mən məhsulu sifariş verəndə məhsul 100 günə gəlsə, deməli, ortada olan 5 gün müştəri gəlsə, əli boş qayıdacaq. Mən buna hazır olmalıydım. Və yaxud da bilirəmsə ki, məhsulum 95 günə satılır və bunun istehsal olunması 100 gün çəkir. Qabaqcadan boş qalmaması üçün heç olmasa bir 3 ay əvvəldən sifariş verməliyəm ki, daha 4 ay əvvəldən məhsul gələndə bu birisi məhsullar satıldıqca ambarım tam boşalmasın. Eləcə də, əgər mən görürəmsə ki, məhsullarım xarab ola bilən məhsuldur və ambarımda 95 günlük mal qalıb, deməli, məhsulun expire date'i əgər 70 gün və s. deməli 95 gün gözləmək mənasızdır. Mən məhsulları tez, hətta diskountla da olsa satıb bitirməliyəm ki, xarab olmasın. Keçirəm payable days-ə. 139. Bu gün bizə nə deyir? Yəni deyir ki, orta hesabla mən 1900-lük borcumu 139 gün sonra ödəyəcəm. Və ya 1900 manatlıq borc bağlamaq mənim 139 günüm alır. Və ya təchizatçı mənə ödəniş üçün 139 gün möhlət verib. Bu ifadələrdən mənə hansı lazımdır? Situasiyadan asılı olaraq hətta fərqli cümlələr də ola bilər.
Mən bəs yaxşı bunu necə istifadə edirəm? Təchizatçıya 139 gün sonra ödənişim var. Amma alacağımı 68 günə yığıram. Biraz rahatam. Yadıma düşür ki, inventarda var. Bu məni biraz ləngidir. Burada biraz narahatçılığım artır. Və yaxud da 139 gün sonra pulu ödəməliyəm təchizatçıya. Bankla danışıqlarım gedir. Bilirəm ki, pul lazımdır mənə. Bank deyir ki, analiz bir 6 ay çəkəcək. Deməli, mən 180 gün sonra bank kreditini götürə biləcəm, amma 139 gün sonra ödənişimin vaxtıdır. Deməli, necəsə mən əlavə bir pul tapmalıyam, ya da təchizatçıya bərbaşdan deməliyəm bunu. Bu günlər çoxmu, azmı yaxşıdır? Bunun konkret bir cavabı yoxdur. Necə yoxdur? Situasiyadan situasiyaya dəyişir. Əgər bizə heç nə verilməsə, desələr ki, yox, bir cavab seç. Cavabımız receivable-la inventar günlərinin az olmağını, payable günlərinin də çox olmağını istəyərdik. Əgər heç bir data verilməsəydi. Amma birmənalı olaraq rəqəm çoxdur və ya azdır, çox olmağı yaxşıdır, az olmağı pisdir, heç bir halda belə kəskin qənaətə gəlməməliyik. Mütləq şəkildə detallara baxmalıyıq. Ümumiyyətcə bunlar working capital ratiolardır və working capital ratiolar, indicatorlar heç bir halda, ümumiyyətcə heç bir ratio özü özlüyündə tək bizə məlumat vermir. Həmişə detallara baxmaq lazımdır. İndi məsələn, mənə desələr ki, receivable günlərin artıb. Əvvəl 68 idi, indi olub 90. Bu yaxşıdır, pisdir. Cavab mənə səbəb ver. Bilmirəm. Bəlkə yaxşıdır, çünki sən təzə bir kontrakt bağlamısan. Satışların çoxalıb, təzə müştəri ilə kontraktını möhkəmləndirmək üçün bu endirimi ona verdin. Daha doğrusu günləri uzatdın. Ya da ki, bəlkə pulun yoxdur deyə ödəyə bilmirsən, artıq gecikməyə düşmüsən. Gördün, səbəbdən asılı olaraq yaxşı da ola bildi, pis də ola bildi. Və ya tərsinə, alacaq günlərim 68-dən 40-a düşüb. Yaxşıdır, pisdir. Bilmirəm. Səbəb ver. Əgər pulun var idi, müştərinin pulu var idi deyə gətirib tez ödəyib, mən ona indirim vermişəm, aramızda razılıq olub, okey, daha tez ödəyib. Əgər yox, mən müştərini sıxaraq o pul almışamsa, bu gələcəkdə satışımın azalmağına səbəb ola bilər. Eləcə də payable days-dən danışaq. 139 idi, məsələn, olub 150. Yaxşıdır, pisdir, bilmirik, səbəb verək. Əgər mən 139-u 150 eləmişəm, çünki təchizatçı artıq mənə güvənir, daha çox satış olsun deyə mənə əlavə günlər verib. Güvən yaratmışamsa yaxşıdır. Əgər yox, mənim pulum yoxdur, ödənişi gecikdirmişəm, deməli, bu yaxşı hal deyil. Eynisini receivable üçün də dedik ki, müştəri pulu gecikdirirsə yaxşı hal deyil. İnventar üçün də keçərlidir. Nəzərə alsaq ki, bu iki elementin nəticəsi olaraq cash conversion cycle hesabladıq. Cash conversion cycle nədir? Hesablanır. Receivable days plus inventory days minus payable days 25. Bu 25 əgər heç nə verilməsə aşağı olsa yaxşıdır. Amma istənilən halda detallara baxmaq lazımdır. Cash conversion cycle receivable və inventory ilə düz mütənasibdir. Payable ilə tərs mütənasibdir, günlərdən nəzərdə tuturam. Və biz burada nəyi nəzərə almalıyıq? Cash conversion cycle çoxaldıqca mənim əlavə pula ehtiyacım yaranır. Nəticəsinə baxaq, hardan bu fikrə gəldik. Çünki receivablım niyə çoxalar? Satış eləmişəm, pul ala bilməmişəm. İnventarım niyə çoxalar? İnventar almışam, inventarda pulum yatır. Payable'ım niyə çoxalar? Pulu ödəməmişəm. Deməli, cash conversion cycle-ı artıran payable-ın çoxalması deyil, payable-ın azalmasıdır. Yəni, mən əlimdə olan pulu payable-a vermişəm. Qısacası, bayaq tapdığımız buradakı 25 gün hələ ki qənaət bəxşdir. Əgər bu olsa, məsələn, 50, 60, 70 və s. mən artıq narahat olmağa başlayıram ki, cash conversion cycle-ım çoxalır. Görəsən səbəb nədir? Səbəbini bilirəmsə, məntiqə sığan səbəbdirsə, okey, heç bir problem yoxdur. Vəssalam. Bu da bizim fikir ver.
Deyir ki, əgər satış sabit qalsa, amma working capital deyilər artsa, yəni cash conversion cycle deyil artsa, bizim pula ehtiyacımız artacaq. Eləcə də satış artsa, amma working capital days, cash conversion cycle stabil qalsa, yenə də pula ehtiyacımız artacaq. Səbəbi bax burdadır. Bax, mən dedim ki, cash conversion cycle artsa, pula ehtiyacım artır. Razı? Bax, buradan təsəvvür eləyək ki, satış bölünsün 365, vurulsun cash conversion cycle. Mən təxminən orta hesabla 540 manat pula ehtiyac duyuram. Orta hesabla. İndi burada gördüyün rəqəm 900-dür. Çünki biz yekundan baxmışıq. Orta hesabla raflı getmişik də belə deyək. 540 manat pula ehtiyacım var. İndi gəl burada deyilənləri tətbiq eləyək. Deyir ki, satış stabil qalsa, günlər çoxalsa. Gəl belə bir şey yazaq. Satışı stabil saxlayaq. Görsən 540 dələk. Günləri çoxaldaq. Bu olsun 60 gün. Görsən, working capital ehtiyacın 775 manat artdı. Və yaxud da günlər stabil qalıb, satış çoxalsa, məsələn, bu 8000 olsa 10.000. Fikir ver. Yenə də çox.